Elə nə məsləhət vermək istəyirlər sizə? Seçim arasında qalmışsınız. Bu seçim sizin ailənizlə ola bilsin bağlıdır, evinizlə, bəlkə köçməklə, nəysə bəlkə almaqla ya da ev dəyişməklə ola bilsin. Sizdən hansı bir informasiya bağlıdır. O sizin seçiminizə təsir edə bilər. Yəni, çoxlu informasiya yığmalısınız ki, bu doğru düzgün qərar verəsiniz. Evinizlə bağlı, ailənizlə bağlı və yaxud da hansısa bir işinizlə. Bəlkə dokumentlər yığmalısınız. Detallar var ki, onlara siz fikir verməlisiniz. Onları yaxşı bilməlisiniz. Ola bilsin, hansısa bir çətin vəziyyət var. Gizli informasiyanı bilməlisiniz ki, doğru düzgün seçim edəsiniz.